Züleyxaya bir sürprizim var. Dünənləri gördüm ki, bir çanta sifariş edib. Soruşdum ki, niyə məhz bu çanta? Deyirəm, amma bu sevdiyim bir markadır. Amma onun belə deyək, orijinalını fikirləşirəm ki, çox bahadır. Ona görə mən də onun oxşarını mən nə etdim? Həmin çantanı tapdım və hal-hazırda gedirəm evə ona sürpriz eləməyə. Görə necə reaksiya verəcək? Sənə hədiyyəm var. Al. Bir dənə də var. Ben senden demiştim. Atkı satıyordun aşağı. Maşallah demiştim. Bunu istirdin. Şimdi öbürsü sumkalı göster bana. Şimdi kurban olayım. Sen bunun benim orijinalını isteyendim ama sen almaz. Hayatım. Onu da aldım ki ürəyin istəyəndə harası gedəm. Sevindin? Ha. Şimdi kurban olurum.